Bəli, bəli. Bunu kameranın arxasına qoyarıq. 2 dənə qız da gələcək. Sonraki buraxışdır. Kimya? Sevinci mən çağıraram. Bayağı onun funny momentləri olub. Başlatmışsan hocam. Bəli, bəli, başlamışam. Onlar exchange eləyək stəkanlarımızı. Kimdə hansı olsun? Məndəki çaydı, səndəki kofe. Bilirəm, onu içə bilməyəsin, zəkkutun da. Mən onu istəyirəm olsa. Hə, götür. Bu səndə qalsın. Prosta su bardak da yazmışam, karoç. Nə eşən. Ne otağı ediyor? Retro otağı. Retro otağı bura. Eminem var mesela, Michael Jackson. Ümid edirəm ki, Eminem'in gülüşünü koydur retroya. Yaxın gəbirəs. İndisində belə adam. burada arabatdan qoyamam. Slim Shady. Evet. Girişi kimi eləyək. Girişi Səmrə eləyəcəm. Mən burada cücə kimi qaldım. Bütün şeyləri götürmüşsünüz. Baraban üstündə. Barabanı gətirin də barabanı. Ortaya qoyaq. Ortaya tort qoysaydık. Chopstick kimi nəsə var. Sizin nə tərəf bunlar adamsınız? Kitabsın odur da. Bay orada kitablar var. Nasıl kamera çəkmir? Qapını bağla, kitabların ikisi üçün. Rahat olmayacaq. Tort da götürüyor mu? Tatlı kimi. Sən də başlayın. Yapacağınız işin ben. Çayım soydu. Mən də. Yenə nəsə deyil. Gəl nə selfie çəkək, xatirə qalsın sənin telefonuna. Sevdi. 4 il Dördü üniversitede 2000 magistr okuyandan sonra dostum onu açtığım şey. Ölürüm bu nədir? Allah fərqiymiş şey. Bannerə bunu qoyarıq, ekran şəkli. Hediye seçimin çətinliyi. Gəlmə. Daha haqq. Başlayaq. Al kaçsan sen. Bu bildiğin yani o Gedəcək arkada video. olur ya. O videonun altında şey arkada. var ya, background. Ha, Axırda qoyacağım bunları. bunu orada koyacağız. Bir insanın niye sıfırt olsun ha? Neyse. Başlayaq da. Neyse. Davay başlayalım. Deməli. Girişi kim eləyirsən? Fərid bəy. İllərin təcrübəsi. Salam, hər vaxtınız xeyir. Bugün ilk verilişimiz Bardaq verilişinin birinci bölümüdür. Birinci bölümü hələ ki ad fikirləşməmişik. Əgər 14 fevral özəl buraxılış. 14 fevral Special edition. nəzərə alsaq ki 14 fevrala hələ 2 gün var. Sabah. 2 sabah. Hətta O qədər sabah. uzaq. Ay İki. yok diye yazdı. O kadar saftı. Onda olsun verilişimizin adı 14 fevral. Bugün onda mövzumuz olsun 14 fevral. Hədiyyələrin seçimi, hədiyyələrin seçiminin çətinliyi. Date ideyaları. Bəli. Yəni hara getmək münasibi olar? Hara getmək çox cringe səslənir. Ümumiyyətlə ilişki haqqında danışacağıq. Bugün 14 fevral edition'la Evet. özəl olaraq. Cəfər bəy, nə Ben hiss edirsiniz bu proyektə daxil olmaqdan main crew kimi? yani onsuz da WhatsApp üzerinden 6-7 dəqiqəlik atdığım səsli mesajlar üzerinden onsuz da podcast o yani. Onlar da böyle Ama böyle çok da background. kameraya karşı da bir korkum olmadığı için. Kameraya qarşı qorxusu yoxdur, başqa adama qarşı qorxusu var. Bəli. Cəfər bəy, Evet. sizdən başlayaq. Bəli. Məsələn, sabahı harda keçirməyi planlayırsın? Belə bir şey var ki, mən özüm kimi baxın şeydə var. Eylə. İbadət əhli. Bəli, bəli, bəli. Hətta biraz namaz qılmağı düşünür, qapanmağı da düşünür. Namaz qılıram. Nəfəsin bir dənə videosu var ki, onu qoyacağım. Ola. Yox, mən 14 fevral'ı keçirmirəm. Çünki yəni mən düzdür. Kasıbıq deməkdir bu. Bəli, bəli, bəli. Lakin Yox, adam başım sevmir, bağlıdır. olabilir. Bəli, başım bağlıdır. Sən Lakin- keçirməsən də 14 fevral. Başım bağlıdır. Necə? Sevgilim var. Olsun da istəmir yəni. Mən neyniyim yəni? Mən ümumiyyətlə şey taktikasını tapmışam. Yəni onsuz da neydi onun adı? 2-3 dənə bayram qeyd edirik deyə. Mən o il ərzində o hər ay bir dənə şey events də çıxartmışlar noyabrda yəni. Onun hamısını yığıram, bir dənə bahalı hədiyyə alıram ki, ürəyim sakit olsun. Heç nə. O 2-3 dənə şeydə də bayramda da zətdə də verirəm ki, şey olsun da, hani ödəşmiş ola, yəni vicdanım rahat olsun. Əslində yaxşıdır. Yəni Cəfər düz deyir bir tərəfdən. Sözü kəsdim, amma onu bildirmək istəyirəm ki 14 fevral məsələn də
sevgililer günü deyirik, amma bu özəl bir gün olmamalıdır. Daha doğrusu bu özəl günü niyə də sən seçə bilməyəsən? Yəni nəfər, yəni Onsuz hansı da sevən adam üçün sevgilin günü yox. yox, məncə də. Yəni Klişe olur. klişe olan o elədir də yəni. Yəni. 14 fevral gözləyən adam da sevmir. Yəni hədiyyələr səbəbsiz də ola bilər. Yəni ümumiyyətlə hədiyyəni gözləmək ya yaxud da qarşı tərəfdən hədiyyə gözləmək, ümumiyyətlə maddiyyat gözləmək, hətta kişi üçün, yəni də oğlan tərəf üçün çox absurd bir şeydir də. Oğlan üçün ən böyük məncə hədiyyə qarşısında o partnyorunun ona qarşı olan Hissləri falan. və hissidir və ona qarşı olan hörmətidir və məncə odur yəni. O sən böyük Yaxınlarda hədiyyə şey odur. görmüşdüm. TikTokda qabağıma çıxmışdı. Corab buketi oğlan üçün. Aynen. Olar. Ümumiyyətlə oğlana hədiyyə almaq çox çətindir. Mən şeydir, mənim neçə yaşım vardı ayalı, 10 yaşım vardı deyəsən. Ayrıca yığıncaq var idi. Mənim elə bir ki, ad günümdən üst-üstə düşmüşdü də. Mənim ad günümə qohumlardan biri tuman almışdı. Bildim, tuman. Paketdə o şey, boxerlar olur ya. Onu Buna almışdılar. qoya bilməyəcəyik. Burası kesin. Azerbaycan bakacak ona. 8 milyon bakacak. Nereye 8 milyona maraqlı deyil. Sen ad gününü sen bunu aldın. Niyə ya? Geyimdir də yəni. Denən ki boxer aldılar. Cəfəri kənddən çıxarda bildik, kəndi Cəfərdən çıxarda bilmər. Mayka aldılar denən. Neyse, yəni məncə hədiyyə teması, yəni ümumiyyətlə kişilərə hədiyyə alınmasının bir çətin səbəbi odur ki, kişilər hədiyyə istəmir. Yəni kişilər üçün maddi, İstəmirsən? İstəyirəm. Mən də istəyirəm kişi olsun. Kişi deyiləm. yəni maddi. Sən pətənə. Pamul söhbətiniz. Yox, kişilər də hədiyyə istəyir. Niyə də istəməsin? Qatılıram. Ən azından. Kişilər- hansı kişi Kişilər dəyər görməyini, görüldüyünü hiss eləmək istəyir. Məsəl üçün mənə biri Yes. mənimlə əlaqəli olmayan, Allah belə 1000 manatlıq hədiyyə alsın, mənə ləzzət eləməz. Amma Mən eləyər. mənə eləməz. Sən də eləyər. Niyə? Baxır. Yox, məsəl üçün mən ümumiyyətlə gitara çala bilmirəm. Və yəni hətta yəni gitarada çalmada məsəl üçün deyirəm də nifrət edirəm. Bir adam gəlib mənə, çox dəyər verdiyim adam, bunu bilir ki, mən gitara çala bilmirəm və nifrət edirəm. Mənə 1000 manatlıq gitar alsın. Mənim xoşuma gəlməz şəxsən. Satarsan da 900-ə. Pul deyə. Nə, mənim xoşum Biz gəlmir. albət çalırıq. Ya ümumiyyətlə mən hədiyyə baxımından gələndə maddiyat mənim gözümə görünmür. Ya, bu uca göpdür da. Yox, mən elədir. Məsəl üçün Sən biri Mercedes xoşlayırsan, biri sənə Tesla alacaq. Hə. bilir ki, mənim Tesladan zəhləm gedir və iminlə qıcıq kimi gəlib mənə Tesla alması. Sonra sən Tesla satsan, 2 dənə Mercedes alırsın. Yəni də xoş olmaz da mənə. Bunu sonraki bölümlərdən çıxardım. Məncə də. Nə alay? Cəfər bəylə bu bizim son çəkilişimizdir. Bəli, artıq burada yekunlaşdı. Cəfər çıx. Qonaq oyunçu kimi gəlmişdi. Yarım saatlıq müğənnilər. Əsas sastavdır, narahat olmayın. Ya olsa proqram yarım saat çəkib mən. Eynən. Editləmək var, yəni mənə qalır. Hardan Bəli. hara gəldik? Biz normalda hədiyyə seçimindən danışırdıq. Уже boksör falan məsələsi qarşıladı. Ya ümumiyyətlə Buyur. Sən bir dəqiqə. əlbə. Dəxilsiz girir o adam məsələ Allah işlərə. haqqı. Sən də bir şey Hər bir dəqiqə başlayır fərqli mövzu. Hə, Artizm vardı. Hədiyyə seçimindən hələ ki bunu Ümumiyyətlə bir dənə sual Atladı. verir. Oğlanlar nə alına bilər? Mən məsələn həmişə hədiyyə alanda arada qalıram. Mən işdəki oğlanlardan bir Rəşaddır, nə bir də odur. Hamısından 50 dəfə soruşuram Mən ki, bəs Rəşad deyiləm, Cəfərəm. Hə. Zəfərsən? Zəfərəm. O da pisdir. Zəfər olsaydım mən. Sən işdəsən? Ola bilər. Belə elədin, dedim ki, Zəfərdim dedim belə. Həqiqətən də son dəvəsidir bunun. Hə. Qardaşı, uşaqlardan bir soruşuram ki, bəs nə Aha. ala bilərəm nə falan. Hə. Mən bu falan demişlər son dəfə. Bir 50 dəfə yorumlayıblar ki, bəs olar olmaz falan. Axırda o da getdi şeyə, ixtisara. Mənə çox maraqlıdır ki, oğlanlar nə istəyir hədiyyə olaraq? Məsələn, bizdə Secret Santa olanda ən yaxşı hədiyyə mənim gördüyüm. Forma. Məsələn, oğlanlardan biri belə bir şey hazırlamışdı. Çərçivə. Digər oğlana, hə. Hə, Orxan. Çərçivədir, qara rəngdə arxa fonla. Orada 3 dənə dollar, daha doğrusu 3 paçka idi, yoxsa 3 dollar idi. Bükülüb, qırmızı lentə bağlanıb, 3 dənə belə qoyulub səliqəli şəkildə. 2-3 paçka dollar belə düzdür, saxta dollardır, onu indidən bildirək. Saxta dollarlar belə alt-alta düzülüb, oğlanın şəkli və
Bu arada $100 ən orta şəklində Benjamin Franklinin yerinə həmin hədiyyə alınan şəxs. Hədiyyə alınan şəxsin şəkli. Onu şey eləmişdik. Onun da həmin hədiyyə səhifəsi paylaşmışdı Instagramda Reels kimi. Onu bir dənə qırağa qoya bilərəm mən ki, bəs visual representation olsun izləyicilərə. Yəni Əslində təxmini çox maraqlı hədiyyədir, amma ekran bu hissəsində olacaq onun şəkli, bax burada. fərdin yerinə onu qoyacaq. Əslində okey yaxşı hədiyyə, amma yəni qızın oğlana ala biləcəyi hədiyyə deyil. Romantik deyil, dostun dostu alacağı. Bax şey ola bilər. Bax ümumiyyətlə az kişilərdə məncə düşünürəm ki, təməl ehtiyaclara yönəldir. Məsəl üçün də məndə məsəl üçün bacım gün mənə hədiyyə alanda da şeydir, bu təraş seti, ay mən nə bilim, ya götürüb birbaş pul verirlər. Yəni də bir uşaq vaxtı mənə təsəvvür et ki, sevgini sənə 50 manat verir. Yox da o Get zamanlıq eləmə. sevgili temasından deyil, ümumiyyətlə deyirəm. Ya bu sevgili teması. Hə, sevgili temasında isə məsəl üçün Bu o deməkdir ki, əslində oğlanlar kiçik hədiyyə ilə qane olmağı bacarır. Bir oğlanı düzdür, bir qadına, bir oğlana nisbətən daha çətindir 5 manatlıq bir hədiyyə ilə sevindirmək. Amma mənə elə gəlir ki, yəni bir oğlana 5 manatlıq hədiyyə ilə belə sevindirmək. ki qadından qadına da fərq var, şey eləməyə də. Yəni nə demək istəyirəm? Bir oğlan üçün məsələn adi gördüyümüz bir çaşqa, yəni üzəri həmin oğlanın məsələn də xoşladığı şeylərə aid olsun, oğlan o çaşqanı çox böyük bir hədiyyə kimi qəbul edə biləcək, amma halbuki qız üçün bu belə deyil. Qız üçün fikirlər dəyişir. Şeydə daha az pul xərcləyibsə deməli mənim üçün mənə daha az dəqiq gəlir. Amma çünki qızlarda belə bir ideya var da. Əgər sənə investisiya eləyirsə, deməli sən yatırım zaten. Zarafatsız da olan həqiqətən bir şey var da, uşaqlar investisiya elədiyiniz bir şeydən sonra ayrıla bilmirsiniz. Deyirsiniz ki, 300 manat mən qolba almışdım. 5 il sonra pul verilmişdim orada, yandı hamısı pulu. Bəzi şeylər var. 5 manata kofe zad alırlar, ayrılandan sonra deyirlər ki, şeydir. Bütün pulunu yedin. Amma sizə deyim, həqiqətən də məsəl üçün ilk məsəl elələri olur, açılır, tökülür. İlk 2-3 ay hələ bəlli deyil bunlar 2-3 ay. Hələ bunların aqibəti bəlli deyil. Gedir qızıl komplekt zad alır. Mən mənasız görürəm. Hələ yəni səhərsi gündə şey eləyəndə geri qaytarmağını istəyəndə vəbşey vəziyyət zibil gününə qalır ki, yəni məntiqli deyil ümumiyyətlə. Yəni məncə də Dirəsən bu dəqiqə bir illik sevgilər bir-birinə qızla ala bilir, o qaldı 2-3 ay. Məsələ nədir? Çox da şey eləmə. Hə. Bunu bir məsləhət olaraq verək sizlərə. Verilən hədiyyə geri qaytarılmır. Nə olsa geri qaytarılır. Bəli. Hədiyyə qaytarmağı alnınızdan belə keçir. İnvestisiya ölü yatırım olsa belə. Amma bəzi oğlanlar istəyir, bəzi qız. Mənim başıma çox şükür gəlməyib. Elə bir şey olmuyor ümumiyyətlə. Amma TikTokda falan yenə də deyirəm, babama çıxır da. Oğlanlar konkret yazırlar ki, hədiyyəmi qaytar, filan qədər pul vermişəm restoranda kartımı al. Oğlanın hədiyyə alarkən səhv düşünməyindədir. İndi oğlan da baxmalıdır hədiyyə alarkən. Bir fikirləşməlidir ki, yəni mən elə bir hədiyyə alım ki, sabah birisi gün mən peşman olsam belə, mən bu hədiyyəni ondan geri istəməyim. Eynən. Əgər məsələn sənin büdcən tutaq ki 5000 manat civarıdırsa və sən 5000 manatın hamısını hədiyyə fikirləşmisənsə, sənin sabahda birisi gündə nəsə olsa, sənin onu geri alma istəməyin ucu ağılsızlıqdır. Sən bu belə çıxır ki, hədiyyə almağı sən zaman ucu ağılsızlıq eləmisən. Ona görə də belə şeylər geri alanda zaten geri verməyəcək. Yəni bəziləri verir də indi. Verir, mən söyə də. O verməsə də aldığım başıma dəysin deyə. Məncə bu məsəl üçün sənin məsəl üçün belə olur da, deyir təcrübə oldu, zarafata salır, amma həqiqətən də təcrübə oldu da, yəni də. İnsanı yəni biraz absurd bir şey deyirlər ki, öldürməyən şey insanı gücləndirir teması da məncə. Bir də yəni hədiyyə geri verəndə qızdan çox qızın padruqası bəddua edir, sizi söyür, onu da nəzərə alın. Divaynoy elə bil ki, gəlir sizə hər şey. Amma sizə deyim, bu münasibətləri pozanların böyük bir qismi o üçüncü şəxslər olur. Hə. Bəli. 100 şəxs qatdıram ki, ilişki 2 nəfər arasındadır. Problemlər də, yaxşı şeylər də 2 nəfər arasında qalmalıdır. Və hətta o qızlarda şey olur, məsələn, həmişə bir dənə bestlər, padruqalar olur, gedib ona danışırlar hər şeyi. Düzgün deyirlər məncə. Çünki nə qədər yaxın da olsa, nə qədər çox da istəsən, yəni göz nəzər var yəni. Həm göz nəzər, yəni gərək nə qədər çıxılmaz vəziyyətdə olasan ki, başqasının ehtiyacını duyursan. Amma bir düşünün, bu senaryodan canlandıra bilirsiniz beyninizdə. Hansısa oğlan gedir dostuna deyir ki, dostum mən bir qızı istəyirəm.
və oğlan da onun beynini doldursun ki, o qız belə pisdir, elə pisdir. Aa, çırpıb qoyarlar adamı. Bir də oğlanlarda heç elə şey yoxdur da. Məsələn, bir oğlan sevdiyi, bəyəndiyi qız haqqında dostuna belə nadirən danışır. Nadirən Heç danışmaz haqqında. Ən yaxın olsun. Yox, nə demək istəyirəm? Onsuz da heç bir oğlan ya qızın qəbahətin deməyək də, əgər həmin qız haqqında mənfi heç bir düşüncəsi yoxdursa, əsla pisləməz. Amma təəssüf ki, qızlarda belə bir şey var. Yəni əgər oğlanın gözü su içmədisə, yəni o nə deyirlər, öngərəz deyirlər, nə deyirlər, öngərəz şəkildə davranacaq. Oğlanlar üçün ən çətin şey qızın qəlbini qazanmaqdır, padruqasının qəlbini qazanmaqdır. Bir də o qızlarda şey var, qızların anaları da elədir. Aha, çox çətin məsələdir. Dəhşət. Çox çətin məsələdir. Hansı qızların anaları? Qızların anaları qızlar sevgililər haqqında heç çox müsbət düşüncədə olmurlar. Həmişə Yox, ayırmazdır. yəni o bilirsən necə, qızdan qıza fərq var da. Baxırdı, amma yəni 90% elədim. 90% elədir, düzdür. Nə axtarırlar, maraqlıdır. Oğlan namaz qılsın, oğlan içki içməsin, oğlan Əskərdən gəlsin. Əvvəllər həqiqi belə idi. Əvvəllər deyirdi ki, oğlan içməsin, oğlan çəkməsin. Yaxşı adam olsun, döyməsin. Yaxşı adam olsun, igid olsun, İşi ailəsinin olsun. qayğısına qalsın. İndi deyəsən dövrün tələbləri dəyişib. Bəli. Birinci ipotekaya olmasın, ev özünün krediti olsun. olmaması. Maşın olması şərtdir uşaqlar indiki zamanədə. Çünki özünüz baş şəhərindən xəbəriniz var. Ha bir də ayrıca ev olsun. Aynen. O da var. O şey var məsələn, anlaşıla bilər. Yox, mən nəyi deyirəm? Çox zaman olmadı. Mən keçmişdə elə ərinin haqqında, yəni ananın Gələcək kürəkəni haqqındakı yox, keçmişdə məsəl üçün normal baxırdılar, məsələn qaynının yanında qalmağa. İndi ücrətdə, yəni dəyişib. Sənə deyim, o əslində keçmişdə də problem idi. Sadəcə keçmişdə insanlar bunu dilləndirə bilmirdi. Çünki mentalitet daha basqın idi. mentalitetdən deməyək, Öyle. necə deyirlər, subordinasiya qaydaları var. İndiki elmi adı ilə subordinasiya qaydalarıdır. İndi o dövrdə də sənin sözünü deyə biləcək şəxs, məsələn, sənin birinci ərin idi. Okey, bunu ərinlə və ya xanımınla müzakirə edirsən, amma sənin bu sözləri qaynata və qaynataya çatdırma ehtimalın biraz çətin idi. Çünki hər şeyi deyə bilməzdin. Sağlam ilişki deyil məncə. Düzdür, hardasa qatılıram. Çünki qaynanan da olsa gərək müəyyən qədər şey desən də onunla. Yox, Bir-birinizi başa düşür. Səmimi ola biləsən ki, problemin onunla gedib danışabilirsən. söz yox. Məsəl üçün, amma məsəl üçün həqiqətən də sənin partnyorundursa və belə bir vəziyyət vacibi bir şeydirsə, məsəl üçün ana-ata xəstədir, yaşlıdır və s. Yəni həqiqətən əgər o insan sənin partnyorundursa, həyat yoldaşındırsa deyək, bunu anlayışla qarşılamalıdır məncə. Yəni çünki maksimum o əzab əziyyət 5 il, 10 il çəkəcək də, yəni. 5-10 il az deyil indi. Amma yəni indiki cavanlar amma şeydir, münasibətə başlayanda şeydir, bunu qəbul eləmir. Mən də eləmirəm şəxsən. Mən də istəmərəm yəni qaynana-qaynata ilə yaşayım. Sən də istəməzsən. Təsəvvür et. Məndə fərqi yoxdur. Arvad olsun. Çətini bax sənə deyirəm. Bax sənə deyirəm. O çətini o evlənəndən sonra o birinci gün var, qaz pulunu sən verməlisən, su pulunu sən verməlisən, evi sən yığışdırmalısan, yeməyi sən bişirməlisən, hələ işləyirsənsə işə gedib gəlməlisən, paltarı yuma. Onda sən adam peşman olur ki, qaynana yanına getsəydim heç bu qədər problemlər yaşanmazdı. Baxır qaynanaya. İndi imkan vermirlər axı qızlar. Düz elli, mən arxalarında. Mən də qalxıram. Yox, təsəvvür ki, həm işləyirsən, qaynanan yanında qalanda belə olacaq da. Qaynanan səndən müəyyən qədər gözləntiləri olacaq və sən işə gedirsən, gəlib sənə deyəcək ki, yumşaq dillə sancacaq da, aha gəlin yemək bişirməmisən, eybi yox, mən eləyərəm zat tipli bir şey. Onda da psixoloji şiddətdir də bu bildiyi. Bu hardan qaynaqlanır? İndi ona fikir verək. Məsələn, daha əvvəllər belə bir ailə fiquru var idi. Ər işləyən tərəfdir, ər evdən çıxacaq gedəcək. Ər evə pulu gətirəcək, qadın onu yönəldəcək və qadın da boş vaxtı qaldığı üçün ev işlərinin böyük hissəsini özü görəcək. Buna hansı ki, yemək bişirmək, nə bilim, təmizlik, uşağa baxmaq, uşaq qayğısı, paltar falan. Elə onlardan analarımızın da əslində bəli, ağlında yenə o qalıb. Amma elə deyirlər. Elə deyil, o söz yox, ona söz yox. Amma iqtisadi vəziyyət elə gətirir ki, indi bir dənə kişi
yəni qazanmağı ilə də dolana bilmir ayda. Ay, sağ ol. Gərək qadın da şey eləsin. Yəni iqtisadi vəziyyət dəyişib, yəni ümumiyyətlə dolanışıq dəyişib. Hə. Ona görə əslində problemin əsas mənbəyi də məncə odur. Mən ümumiyyətlə düşünürəm ki, yəni bu ev işlərindən, yəni əgər hər hansısa bir cütlüyün ikisi də işləyirsə, yəni oğlan da kömək elədi, kişi tərəf də kömək eləməlidir, qadın tərəf də kömək eləməlidir. Ha, əgər ancaq kişi gedib 12 saat, 15 saat gedib işləyib evə ancaq yatmağa gəlirsə, normal olaraq orada artıq bütün ev işləri qadının üzərinə düşür. Hə, amma belə bir şey də var ki, indi evlənəndə məsələn o dövrdə çox belə ailə dəstəyi ola bilmirdi, olmurdu da. Yəni nə edəcəkdik ki, ev falan almır, cehiz yığırdılar indi var. Amma indi elədi ki, məsələn iki ailəli dəstək olur. Nə, o da var. Ona görə biraz müsbət tərəfi orada. Bir də qadınlarda indi bu günləri cavanlarda nədir? Qızların evlənməməyi səbəbi nədir? Öz ayaqlarının üstündə durum. Çünki Mən qatılıram. Yəni çünki bugünkü bir çox kişilərdən də yəni qaçar bunu qırağa qoyağı. İqtisadi vəziyyət belədir ki, bir də gördün ki, həyat yoldaşını işdən çıxartdılar. Nə edəcəksən? Pul yoxdur. Yəni yatırımın da yoxdur. Yəni qıraqda bir yığımın da yoxdur. Ona görə yəni mən bu ailə məsələsindən çox danışdıq. Bəli. Biz hələ sevgili yolunda irəliləyirik, ailəyə keçməyək. İndi bura bir dənə qəşəng şey qoyacağam. Kəsməkdir elə bil ki, break. Bir dənə çək eləyə bilərsən, kamera çəkilmir, ağlayaram yoxsa. 21 dəqiqədə danışırıq. İndi danışaq şeydən. Worst date stories. Ən pis date şeylərimiz, anılarımız. Məncə hamımızda var. 7 atfaldan mı danışayım? Nədən danışayım? Danış, zarafat eləmirəm. Hayatın yeni atfalı. Məndən neydi Allah? Biraz təhlükəlidir mənim üçün. Kəsərik. Senzura qoyarıq. Special buraxılış seçilir. Bir var kesiti şey ama. Zarafatsız başlayaq da danışaq. Mən də. İndi isə keçirik başqa bir, nə deyirlər ona? Başlığa. Bərbad hekayələr. Punkt deyə bilərik. Başlıq. Başlıq. Yeni bir başlığa keçirik. Ha, saat bildirir ki 5 tamamdır. Bir saatimiz olub bayıra. Deməli, indi isə keçirik yeni bir başlığa. Bu başlıqda Fərid bəylə Cəfər bəy öz ən, belə deyək, worst nədir? Ən bərbad, ən pis date hekayələri danışır. Yazarız ki, Fərid bəylə yaşı və praktikası daha çox Fərid bəylə başlamaq. 27 yaş var bu şəxsin, 28 il yaşar. Məsələ nədir? 30 ola bilər bizə gəlmək. Yəni çox bərbad heç bir hekayə yaşamamışam. Dedim də dolar. Ağlıma gələn anlar amma haqqında olmadı. Bərbad yaşadığım bir hekayə olmuyor. Yalan söyləyirəm. Ən bərbad yaşadığım hekayə belə bir şey olub ki, 14 fevral, amma həmin anda 14 fevral deyildi, hansısa bir gün idi. Qızın ad günü idi və mən onu dərsə gəldiyim düşünüb də qıza düşün, hədiyyə almışam. Onun üçün bir çox böyük hədiyyə eləyəcəm. Hədiyyə də nədir? Bir vaxtlar, yəni sizə illər neçə deyim, 2018-ci il pianinolar var idi belə, üstü açılırdı, qız ortasında balerin kimi mahnı eləyir, dingildəyirdi. Yəni mən üçün onun özü belə bir böyük hədiyyə idi. Yəni mən onu belə deyim, o hədiyyəyə gözümdə dəyər vermişdim ki, çox maraqlıdır. Pianino xoşu gələn üçün yəni o hədiyyənin dəyəri biraz da artır. Obşur, bu hədiyyəni aparmışam, o soruşur nədir, hədiyyə almışam, bir nəfərə verəsiyəm, o soruşur, bir nəfərə hədiyyə verəsiyəm, birinə hətta deyirəm, sevgilimə hədiyyə verəcəm, birinə deyirəm, yeni tanış olduğum bir qız var, ona hədiyyə verəcəm. Hə, məktəbi gəzdim, daha doğrusu universiteti gəzdim, qız gəlməmişdi. Bu hədiyyəni uşaqlarla bir yerdə evə apardım. Daha doğrusu uşaqlar soruşdu, nə oldu? Hə, dedi ki, indi götürə bilmir hədiyyəni. Mənfi 100 avro. Mənfi 100 bunun yanında yalandır. Mənfi 1000 avro ilə o hədiyyəni evə getirdim. Buradan belə göz yaşları. Göz yaşları falan yox idi, amma üzücü bir şey idi ki, yəni bir hədiyyə seçirsən. Hədiyyə də 4 gün əvvəldən seçilib. 4 gündür plan qoyulub ki, gələcəyə hədiyyəni ona verəcəksən, o sevinəcək. Heç nə, 4 günlük qayıblı bitim var da. Hər gün üçün mənfi 1000 avrodan hesablasaq, 5-ci gündə uca mənfi 5000 avro deyib. Zarafat mən 14 fevral hələ hədiyyə almamışam.
Dindar bir adamla sevgili olsun. Ateist demək ki, yəni. Sabah səhər tezdən gedib ala bilərəm görürsən. 6-cı gündən. Ala bilərsən. Görüşəcəksiniz çox ki. gec deyil. Görüşəcəksiniz ki. Hə. Biz keçiririk sizdən fərqli olaraq bilmirik hara gedik. Sinemaya gedəcəyik. Mən də ailəmlə tanışıram. Hətta belə deyim, bir oğlana məsələn hədiyyə almaq qədər önəmli bir şey varsa, o da 14 fevral günü oğlanı harasa dəvət edib onunla xoş vaxt keçirməkdir. Və şotu vermək də ola bilər. Bəli. Düzdür, Çünki- oğlan buna razı olmaz, bir Olmaz, xanımın amma hesabı verməkdir. Şotu şeydir. O da Çünki- bilirsən necədir. Yəni gözünün qabağında oğlanın gözünün qabağını vermək. Hə. Amma məsələn rest eləmək. Aynen. Şey deyir, bir var ki, hə gedək, nə oldu hesab, hə ödəmişəm ücret. Onda hə ücret şey demək olmur da, hə. Yat bəs. İndi bu videodan sonra çıxanda Səmrə pulu ver. At kartıma. Ya da O şey işte- vardı. Rasti. Razıyım, onu koyarsan. O kim idi? Pi ilə kiminsə hekayəsi yadımdan çıxdı. Hə. Onu sən düşün. Onu Fərd Ümid çox şey imitasiya edir. Sonraki bölümdə bu istedaddan fayda alacaqlar. Bəli. Necə edirsən? Yox, onu bu verilişdə yox. Onu da insanlar Bu da başka bir bu video videoya 5 konusu. neçə 5 tane. Yox, 5 yox. 5 yox, 5 daşdım. 2 like. Bu videoya 5000 like gəlsə, gələn verilişlərimizdə Melih. dublaj yetenəklərimizi belə göstərəcəyik. Melih uçağın kalkıyor Melih. Koyacağım. Şey böyle sen kendini kimlerle mukayese ediyorsun? İbrahim. Ona baxmamışam. Direkt Santa Claus o kadar like geldi. 5000 like. Yaxşı 5000 izlənmə deyək onda. O da oluyordu. 200. Niyə də gəlməsin? Bu verilişi biz O da patok var be. hərəmizin bir nəzərə alsaq 40 Hamımız atırıp 50 tanışımız var. Titilmiş fırçana atırıp. Aynen. Nəzərə alsaq hərənin 50 tanışı var. O 50 tanışda 5 nəfərə desə, 50, 50, 50, 150, hər 150 5 nəfərə desə 750. O 750 hərəsi 5 nəfərə desə. Nəzərə alsaq ki, hər o 50 nəfər tanışsam 45-nə mən düşmənəm. Və nəzərə alsaq ki, çətin mövzulardan danışmamışıq. Yəni hardasa bütün Azərbaycan başa düşəcəyi məişət mövzularından. Ailə məişət. Ailə və Ben məişət hediye problemləri. orada. Məişət nə idi? Məişət problemlərindən danışmışıq. Məncə bu videomuza baxış gələr. Baxışlarımızın sayısını artmağına görə də bu videoya dəstək olsaz, komment yazmağa ehtiyac yoxdur. Sadəcə abunə olsaz, onsuz da Bəli, YouTube like. bunu öz algoritması ilə avtomatik olaraq digərlərinin də qarşısına çıxardacaq. Və Və sonraki, bəli buyur. bundan sonraki mövzularımızda bu hələ başlanğıcı çox çətin mövzular. Tanışıq. Sizi videodan sıxın necə deyək? İstəmirik ki, sıxılasınız da. Sıxılmağınızı istəmədik. Bir sonraki mövzularımız bundan inşallah daha maraqlı olacaq və daha sizi belə deyim təsir edən mövzuların da bu verilişdə olmasını təmin edəcəyik. Əlavə eləmək istəyirəm ki, sadəcə belə hər hansı bir mövzudan getməyəcək. Fərqli proyekt və ideyalarımız da var. Amma onun üçün ilk bunu sınamaq istədik. Səhər saat 7-dən oyanmışıq üçümüzdə. Nəzərə alsaq ki, birimiz gecə simendi, birimiz B simendi, birimiz işsizdir. Sən həqiqətən burada nə edirsən? Ahirə getməm, viza problemlərini eləməliyəm. Sən vizaya müraciət etmişsən. Eləyəcəm. Mənə demişlər Güral səni yığacaq, yığmırlar. Sen şimdi xaricə gedirsən? Türkiyəyə gedirik də bir. Türkiyə. Bu videonun davamı Türkiyədə. Mən almayacağım onu. onsuz da bilirəm, bu indi kommentlərdə yazacaqsınız, Zəfər bəy getsin, Zəfər bəyin yerinə başqa adam. Biz ona görə verilişi Zəfər inşallah bəy 2 ay onlara daxil sonra etdirəcəyik. Zəfər bəyinə special şeylər olacaq. Zəfər inşallah Antalyaya gəlsə yay aylarında. Bax. Zəfərə konum atmırıq. Gəlir qalır Antalyada fırlanır. Aynen. Olabilir. Olsa elimlərdə bir saat gözləyib şoğmayın. Bunu videodan kəsərik. Hə, kəsərik biz. Evet. Mesela ben danışmıyorum o bursu şeyi. Sən nə Bu- yapırsan? Nə sən danışmaq Sən istədiyin mövzular var. Evet. Qiyam var. İndi isə keçirib bəndən bunu götürüm ürəyim çəkdi. Yani, Onu da ver də mənə. Belə də bundan da götürəm. İndi isə keçirik Zəfər bəy University ideyalar nə? İdeya neydi var? Praktikalarına. Praktikalar var. Ben de şeyde evvelkinden danışıyorum biraz. 11. sınıf idim. Onda da uşaqlar hamısı məni tırkalayırdı. O hormonların coşduğu vaxtlarda. Tırkalayırdılar ki, Qanun qaynaya vaxtı deyir. Bəli, niyə? Hə.
Onda da hamı mənə tırxalamışdı ki, bizdə də bir dənə qız var idi, həddindən artıq çox həm də piknik bir şey. Yəni qız star girl olur, bayağı sinifin ya da ümumiyyətlə o DC sinifdən. Söhbət birinci kursdan gedir. Birinci kursdan gedir, 11-ci sinifdən gedir. Ha, onu bilmirəm. Yox, birinci kursda mən yazılacağım. Yanlış anlaşılmalar olmuşdu. Eynən. Hamı ilə sosial olmağa çalışanda oldum yəni. Yanlış anlaşıldım bayağı. Neysə, hani 11-ci sinif idi. Onda da hələ imtahanları verib qurtarmışdı. O birinci cəhdə 100-ü yığa bilməmişdim. 99.8-nə falan qalmışdım. Yəni ikincisinə hazırlaşdıq, yay ayları idi. Bu məktəbdəki o uşaqlarla da hazırlığa gedəndə mənə dedilər ki, bəs setdə gül al ver. Hayır işte gül aldım, verdim kıza, dedim ki bəs mən qızın da xoşum gəlmedi, prosta Türkiyəyə getmişdim. Verdim qıza. Saqaçıq tutmasaydı. Verdim qıza dedim, səndən xoşum gəldi. Qız da qayıtdı ki, hə, olan şeydir. Sağ ol qardaş. Məsələ nədir? Bu 14 fevral günü olur. Yox, deyirəm yay ayları idi. Ümumiyyətlə düşünürəm ki, biz 14 fevrala heç birimiz belə yadda qalan şəkildə keçirməmişik. 14 fevralı mən keçirməmişəm bu gün. Mən də Niyə? 14 fevralı bir dənə stres keçirmişəm. Nə? Bu arada mənim 2020-ci ildə 14 fevralım imtahan gününə deyəsən denk gəlmişdi. Mənim 14 fevralım həmişə imtahanla keçib demək olar. Daha doğrusu, yəni 18-dən sonraki vaxtlarım. Bizdə TÜDFAK idi, Türk Dünyası İşlətmə Fakültəsi imtahanlarımız yanvar ayında bitmirdi. Elə fevralın 15-nə qədər səhv eləmirəmsə imtahanlar verildi. Bütünləmə imtahanlar var idi. Əsas imtahanı verə bilməyəndə ikinci imtahan verirdim və onlar da 15 fevrala qədər seçirdi. Yəni 14 fevral günü mən ən azı 3 imtahan vermişəm. Semestr tətili hava başlayır, qutarırdı. 15 fevral. Oyda. Sarfa deyirsən? Yox. 15-18 fevral arası ikinci semestr başlayır. Oyda. İstirahət eləmirdiniz? İstirahət eləyirdim onsuz da. Prosta 25% Elə bir ki, yanvarın 5-dən İstirahət eləyir deyə yazanmayıb da. yanvarın 5-dən fevralın 15-nə qədər sənin təxmini olurdu 7 imtahanı. Bu 7-sinin hansındansa keçənmədinsə, o fevralın 15-nə yaxın 12-ci imtahan olurdu. Amma ödəniş edirdiniz 56. Yox, bizdə belə bir şey var idi ki, birinci imtahanı keçə bilmədin. Hə, birinci imtahanı keçə bilmədinsə, ikinci imtahan pulsuzdur. Onu da keçə bilmədinsə, %25% ödəyib 3-cü imtahana girirsən. Yaxşı deyil. Türkiyədə oxumuşdun sən? Yox, Türk Dünyası İşlətmə Fakültəsi buradadır. İndi Cahil. Türk Dünyası İqtisad Fakültəsi. Bunu necə bilməyə bilərsən? Hansı universitet idi? İqtisadın fakültələrindən biridir. O neçə balla girib? 500 nə qədər? Əvvəl Semaşko korpusunda idi, indi Gənclik korpusunda yer alır. Neçə balla giribsən? Mən 511. Və öyləydi yəni. 300 bal. Səndən? Şey eləmə. 300-ə çatmamışam. Olsun, amma əsas odur zəka səviyyən görünür. O deyil. Həm də bu arada, yəni mən əvvəl elə bilirdim ki, 650 və ya üzəri bal toplayanlar çox belə intellektual biridir, amma bal toplamağın sonradan gördüm ki... Yəni savadla əlaqəsi yoxdur. Hə. Səndə biraz elədir, amma bizdə elədir. Ortalamam səndən yuxarıdır. Mən 85 yığmışam. Ortalamam 85, səndən necədir? 90. Hə, məsələn, ortalaması 90 olan biri, amma qəbul imtahanında 300 bal belə yığa bilməyib. Belə düşünəsi olsaq, bu yəni hazırlaşma süreci idi. Daha doğrusu 11-ci sinif imtahanı ondan asılıdır ki, kim bu mövzulara daha çox hazırlaşıb və bu kimin daha intellektual olduğu mənasına da gəlmir. Düzgün qiymətləndirmə aparılır. Hə, yəni universitetdən sonra vəziyyətlərin tərsini görmüşəm. Məsələn, bizdə 400-dən aşağı bal toplayan elə şəxslər var ki, onlar 500-dən daha çox bal toplayanlara nisbətən daha yaxşı. Hə, həm dərslərində yaxşı idilər qavramaqda, həm də üstəlik onlar həyatda fərqli bir şey eləməyə can atırdılar və bunu alındırdılar da. Məsələn, bizdə 300 bal yığmışıq. Yox. Gördük ki, biz oxuyub işte bir şey eləməyəcəyik. Ona görə gəldik, dedik ki, podcast çək. 511 bal qatan toplayanda alıblar öz aralarında. İkimizi toplayanda 500'ü keçir. Yox, keçir. Keçir. 300 mən. Mən ikinci şeylə. Dedə 200 keçmisən də səs odur. 250-ni keçmişəm. 270 yıl bu ehtimal. 270-i də keçmişəm. 280. Açıq qalxıyor. Nəysə. Bəli. Qarşı belə. Bəli. Bu buraxılışda həyatda division yapmalı. Bəli. Zarafatsız bu arada. Mama mənə həmişə deyirdi ki,
oğlan uşağını universitetə verməkdənsə maşın ustasına vermək daha yaxşıdır. Və həqiqətən maşın ustaları çox qəşəng qazanır. Yaxşı ki, qardaşım. Amma bilirsən necə? Şeydir, gəri yəni həqiqətən universitet sadəcə şey deyil də, həm də bir kağız parçası deyil həqiqətən. İnsanın dünya görüşünü dəyişdirir. Dəyişmir. O mənim məktəbdə tanıdığım insanlar universitet tanıdıqlarından daha səviyyəlidir. IQ olaraq daha. İnsandan insana dəyişir. Məsələn, bax günə 20 dənə kəsbi var o insan. Əgər müəllimə heç olmasa qulaq asırsa bu insan və yaxud da yəni də bir dərsi anlamağa çalışırsa və dərk edir ki, bu qavradığı şey bu gələcək həyatında buna lazımdır. O yüzden yəni dəyişməmək kimi bir ehtimal yoxdur. Məsələn bizim o qrupda da 20 dənə, 22 dənə kəsiri olan uşaq var. Sonra 5-10 ildən sonra gediblər əsgərlikdən sonra gəlib bağlayıb. Amma mən hələ də peşmanam ki, 9-dan çıxıb peşə məktəbi oxumamışam. Həqiqətən. Amma sən dırnaq ustası bu dəqiqə diplomu olan, dövlət içində işləyən bir insandan, qadından, xanımdan nəzərdə duranda daha yaxşı qazanır. O məsəl üçün sən deyir, məsəl üçün texnikum oxuyub 9-cu sinifdən, texnikum oxuyub 18 yaşında işə çıxmaq. Məncə indiki bu dövrdə, yəni məncə yəni də hələ bizim 21 yaşımız olacaq, hələ magistr oxumasaq, işə çıxacaq ya bir çoxu elət də, yəni 21 yaşından sonra deyir ki, indi işləməliyəm mən. Yəni bir var ki 18 yaşından çıxırsan, bir var 21 yaşından çıxırsan. Və bizim oxuduğumuz sahələrdir ki, indi sən Türk dünyasını oxumusan da, iqtisadiyyat universitetində oxumusan. Biz turizm oxuyuruq və turizm elə bir sahədir ki, buna diplom demək olar. Orada turizmçilik də məndədir. Üçümüz də turizm oxumuşuq. Nə gözəl, nə gözəl. Amma elə bir şeydir ki, məsələn, turizmə diplom lazım deyil də. Yəni, onsuz da ümumiyyətlə statistikada göstərilir ki, 60%, 70% ümumiyyətlə ali təhsil yoxdur. Turizm təhsili yoxdur, eynən. Ona görə yəni seçəndə elə bir şey seçin ki, diplom boşuna getməsin. Yəni sizi işə götürəndə tələb edilə biləcək bir şey olsun. Çünki məsələn bu dəqiqə gedib dil biliyinə rahat resepsiyon işləyə bilərsən, rahat nə bilim turist bələdçi işləyə bilərsən. Sırf onu oxumaq lazım deyil məncə, mən belə düşünürəm. Lakin bəli, amma sənə deyim, məsəl üçün bizdə ancaq turizm və işinin təşkili də, iqtisadiyyatı da keçirik, mühasibatda keçirik. Hər şey bu, maliyyədə var, psixologiyada var, tibbi yardımda var. Çünki bu biz sizəsində nədən qaynaqlanır? Bizdə bu bizim öyrəndiyimiz dərslərin mövzusu sizə deyim ki, təxmini yəni 80-ci illərin turizm işində olan tələblər nədirsə, turizm işində hansı mövzular olursa, onların bir elə bir ki, ortaq dərs halına salınmış versiyasıdır. Yəni belə deyim, əslində mənə elə gəlir ki, daha doğrusu buna bənzər fikirdə bir öyrənmişdim. Necə bir şey olmalıdır? Hal-hazırda bütün məsələn otellərdə turizm işçisinin hansı işlərlə məşğul olduğunu öyrənən bir komitə və ya qurum olmalıdır. Onlar öyrənməlidir. Məsələn, bir receptiona gəldiyi müddətcə hansı proqramları işlədir, hansı işlərlə məşğul olur. Bu mövzular toplanır. Bu mövzular toplanandan sonra bunlara elə bir ki, nəzəri biliklərin, daha doğrusu, bunlara uyğun nəzəri biliklər tərtib olunmalıdır ki, indi Azərbaycan Dövlət Turizm Universitetində oxuyan tələbə bilməlidir ki, mən dövrümdə, mən hal-hazırda işə başlasam, mən hansı şeyləri öyrənməliyəm, mən hansı proqramları bilməliyəm. Bəli. Mən indi məsələn ümumiyyətlə əgər bir şəxs, məsələn biz oxuyuruq 4 ili, yəni istəsək menecerə qədər gedib çıxa bilərik və yaxud da sadəcə turizm sahəsində yox, məsələn gedib bankda da işləyə bilərik və yaxud da iqtisadiyyatla əlaqəli digər sahələrdə də girişə bilərik. Amma məsələn bir şəxs sadəcə gedib resepsiyon işləyəcəksə və yaxud da yəni guest service agent, guest relation agent işləyəcəksə, onun 6 aylıq kurslar belə kifayət edir də yəni. Operadır, məsəl üçün Fideliodur, Elektradır, öyrədilir, qonaqlarla necə danışmalısan öyrədilir. Və dil biliyi. Və dil biliyin də varsa, yəni artıq bitdi yəni. Nəzərə alsaq ki, üçümüz də turizm oxumuşuq və üçümüzün də reception təcrübəsi var. Yəni speaking from experience olaraq deyirik ki, əgər sırf bu sahələrdə irəliləmək istəyirsinizsə ki, bizdə belə bir nə deyirdi ona İngiliscə? Prescription idi, nə idisə. Düşüncə var ki, bu sahədə pul var, turizmdə pul var. Əgər bu yoxdur. Var. Əgər biz sadəcə pul gətirməyə hissəsindən məşğul oluruz. Bizim oteldə yoxdur. Bəli. Otelin adını bu gün reklam eləməyək, amma sonra 2 nəfər ora gedir. Mən ayrı oteldə işləmişəm, yəni maaşımdan çox şeydir. Çayvoydan əlavəyə, neydi onun adı? Tur operator kimi işləyirdim də. Götürürdüm şeydi, rayonlara da müştəri tapılıb aparırdım. Araya salırsan, taksidən darsan ki, o marki biznes sayılır. Amma yəni turizmdir mi? Turizmdir. Amma şey də var da, məsələn qonaq gəlib deyir ki, ay qardaş, mənə demişsən 50 manat, mən şoferlə yolda danışıram, quşlayıb ki 30 manat tapıram. O tanış şofer lazımdır da. Maraqlı. Danışaq şoferlə.
Məsəl üçün mən ayda olurdu ki, məsələn 580 manat maaş alırdım. 600-700 manat mənim şeydən gəlirdi o tur hazırladığım şeydən gəlirdi. Mən elə bir şey, mənim indiyə qədər aldığım maksimum var 850 manat oldu. Upsell-lə bir yerdə. Allah Korotçu, əgər turizmdə irəliləmək istəyirsinizsə, sırf gedib onu oxumalı deyilsiniz. Biz belə düşünürük, təcrübələrimizə əsasən. Sırf hər hansı bir kursa gedə bilərsiniz ya da sırf dil bilginiz, bir də danışıq qabiliyyətiniz yaxşı olsa, bir də özünüzü psixoloji olaraq hazırlamalısınız. 100% qonaqlar çox yorur. Bir də yaxşı oteldə işləməlisiniz ki, gəliriniz olsun. Qonaqlı oteldə. O da daha çox işdir, stressli, amma yəni sizi birbaş düşünməyin ki, təhsiliniz danışsın. Yəni siz birbaş düşünməyin ki, 5 ulduzlu otellərdə siz yəni gedib işləyəcəksiniz. Yəni o 2 ulduzlu, 3 ulduzlu otellərdə sizi həm ofisiant, həm bellboy, həm də resepsiyon kimi işlətməsələr, siz çətin məsələdir ki, o iş tapasınız. FM-dən uzaq durun. Bəli. FM-1-ə getməyin. Yox, oteldən otelə dəyişə bilər, amma bizdə FM-1-ə girməyin. Düzdür. Hər departamentin öz işləri var, hərəsinin öz çətinliyi var. Amma perspektiv baxımından baxası olsa, əgər turizm sahəsində işləyirsinizsə və daha yaxşı yerlərə gəlmək istəyirsinizsə, sizə məsləhət görəcəyimiz departamentlər əsasən satış və marketinq ola bilər. Front office. Front office ola bilər. Front office-də qalxmaq, digər departamentlərdə qalxmaqdan hardasa asan belə deyim, hesab oluna yer fərqi də var. Amma bəzi bacarıqlar var ki, bu mütləq və mütləq sizdə olmalıdır. Məsələn, front office seçən biri bilməlidir ki, kütləni ələ ala bilir, kütləni idarə edə bilir. Çünki bir müddətdən sonra, yəni 6 ay tamam olmuş 3-4 işçi varsa, bunun hamısı eyni səviyyədə olacaq, bilik baxımından demək olar ki. Amma biraz belə deyim, vaxt keçdikcə, bacarıqlar artdıqca. Bunların bu həmin məsələdə 3-4 nəfərin bacarıqlarında fərq edən hissə onların idarə etmə qabiliyyəti olacaq. Və idarə etmə qabiliyyəti güclü olanda artıq supervisor, senior supervisor, assistant front office manager, junior night manager, executive. Amma hər bir baş şey deyə, night manageri şeyləmişdilər, qoymuşdular. Ola bilməz. Elə idi. Axşam gecə smeyində bir dənə mən var idim. Otel neçə ulduz idi? 0.5? Yox, hala 4. Mənfi 1. 4 ulduzlu oteldə idim. Mən birbaşa night manager kimi qoymuşdular orada. Amma məsələ nədir? O məsələn də o night shift ərzində hansı reportları çıxardırdın məsələn? İndi yadımdan çıxıb, amma ümumi audit çıxardırsan, Fidelio'da bilmirəm görmüsən yoxsa ya. Pod var idi, payment mən nə bilim nə idi, off the day. Onlar indi yadımdan çıxıb da hamısı. Ya 6 ay bundan əvvəl işləmişəm. Təxminən night-ı bağlamaq var ya. Bəli. Nə qədər çəkirdi sizdən? 30 dəqiqə falan çəkirdi. Post terminallardan gün sonunda çıxardırdı. Bəli. Amma bizdə ümumi nə tartsa 1 saat, yarım 2 saat çəkir. Çünki bizdə cashier, departure. Onu da eləyirik də biz. Neydi? Departure'lar var idi, arrival'lar var idi, cashier'lar var idi. Room upgrade. Hə, onlar da var. Məsələn, arrival'ları niyə yoxlayırsan ki, gecə? No show var mı, yox mu? Onu istəyirlər. Arrival, departure, ondan sonra hamısını yəni göstərirdilər də, yəni şeylər də gün ərzindəki arrival'ları göstərirdi. Arrival bu arada otelə həmin gün ərzində gələn şəxslərdir. Departure gələnlərin saydı. Bəli. Cashier hər bir reception öz kassasının ümumi göstəricilərdir. Room upgrade niyə hansı otaq yüksəldilib odur. Bəlkə təlim verək, kanal dəyişək. Hə, gələn verilişlərimizdə hətta ödənişli təlim keçirik. Ödənişli təlimdə plan veririk. Ödəniş olmasa elə 5 manatda. Hərəyə bir dənə mikrofon da gətiririz. Bu arada sponsorluqları açırıq. Bəli. Sponsora ehtiyacımız var əslində. Duz, Azər duzu. Limitli sayda sponsor qəbul edirik. Hələ ki, yəni maksimum 5 sponsor düşünürük. Baxın, biz indən sizə bildiririk ki, gələcək verilişlərimizdə, yəni hətta Ronaldo falan da gələcək bizə. Soda MMC, Azərduz MMC, Azərduz MMC. Azərsun Birbaş Holding olaraq bizə şu an. Onlar bizə dəstək olsa, məncə verilişlərimiz daha kreativ və daha belə deyim ki, yüksək səviyyə məsəl məsələn bu masa bugün boş olmalı değildi. Bəli, bir dənə çay var. O da soyuq bir şey. Konkret səhər deyil. Və gələn verilişlərimizin kontentlərindən danışaq ki, belə deyim. Hətta bir ümumi olaraq üzərindən keçək, revision eləyək.
Demək, bizim misyonumuz, vizyonumuz, missiyamız nədir? Hansı fən idi bu? Layihə. Layihədir. Ümumiyyətlə, yəni bu özü bir layihədir və hər layihənin də bir missiyası olmalıdır, bir viziyası olmalıdır. Viziya, eynən. Bizim missiyamız köşəyə dönmək. Bizim missiyamız, yəni o dar dalanlardan çıxmaq. Dalan, hər dalan. Qoyalım. Xır dalan, nə bilim, dar dalan, Yasamalın dalanlarından çıxıb daha yüksək Ağşəhər tərəflər. Ağşəhərdə niyə də olmasın? Mən niyə məsələn 25 yaşımda, düz 25 keçib, mən niyə 28 yaşımda Ağşəhərdə bir ev sahibi olmayım? Eynən. Biz istəyirik, yəni köşələri dönək, daha yaxşı yerlərə gələk və daha yaxşı yerlərə gəldikcə insanları daha çox maarifləndirə bilək. Ata parası yeyək. Və viziyamız, missiyamız köşələri dönməkdir. Viziyamız Vision. gələcəkdə görmək istədiyimiz yeri, yəni bu verilişi gələcəkdə görmək istədiyimiz yer insanlara işıq açacaq. Hər verilişdə insanlara belə deyim, yol göstərəcək, ən azı bir məsləhət verə biləcəyimiz bir, yəni Ayxan Rəcəbovun kontentlər seçməyimiz. Mən açığı inanmıram ki, insanlar bizdən nəsə yol gəlsin, amma bugün Yox, bizə kömək edən lazım. bugünkü buraxılışda məsələn turizmlə danışdıq. Müəyyən qədər öz belə deyək də 2 yerə böləyəm məncə. personal experience əsasən məsləhət verdi. Bundan sonra da araya salsa yaxşı olacaq, yaxşı fikir. Aha, turizm barədə, reception barədə nə suallarınız varsa yorum hissəsində verə bilərsiniz, çalışaraq cavablandıraq. Həm də mən şəxsən universitet seçimi elədiyim vaxtlarda mən dəhşət dəli kimi turizm necə araşdırırdım da, turizm necə sahədir, necə işləyirlər, nə var, nə yox, tapa bilmirdim. Amma əgər siz də belə bir şey eləmək istəyirsinizsə, turizm, iqtisadiyyat, Mən balın marketinq hansını satdım, onu yazdım. Hə. Elə bir fikriniz varsa suallarınızı ünvanlaya bilərsiniz. Biz bunlara ayrılıqda cavablayarıq. Düzdür, balımızın qurbanlarıyıq. Sən 500 O almadın, konkret, yəni vizyonsuzsan. Ondan da biraz danışaq. Bizim ölkədə, məsələn, mən belə düşünürəm ki, qərb ölkələrində, Şimal Cənub Şərq, qərb ölkələri və ya ABD ölkələrində demək olar ki, insanlar birinci uşaqlıqdan ixtisasını seçir və böyüyənə qədər də valideyni onun o ixtisasda dəstəkləyir və o ixtisasda uğur qazanması üçün əlindən gələni edir. Amma bizdə sanki riyaziyyatı bilmirəm. Bizdə məsələn valideynin uşağının hansı ixtisasları daha dərin bildiyindən, onun ürəyində nə istədiyindən xəbəri yoxdur kimi Üzr istəyirəm. Bizdə ölkədə ümumi top 5 ixtisas var. Həkim, müəllim, hüquqşünas, polis, bir də tibb bacısı. Tibb sahəsi. Qız üçün ən əla şeydir var. Müəllimliyi biraz gözdən düşürdüblər deyəsən. Əvvəllər məsələn müəllimliyi çox belə üstün bilirlərdi. İndi bilmirəm. Mənim mama həmişə deyirdi ki, ingilis dili müəllimi ol, dili bilirsən, həm də qız üçün ən əla peşədir. Əlin ayağını təmizlə. O niyə? 300 manat maaş. Mən hal-hazırda ingilis dili müəllimi olmaq istəyirəm, amma deyirlər ki, sən mütləq və mütləq hansısa məktəbdə müəllim işləmək istəyirsənsə, təhsilin olmalı. MİQ təhsilin olmalı. Amma yox, mənə kursa çağırmışdılar. Deyirlər ki, 3 aylıq kursa gəl. Kursda mənə dedilər. Deyirəm, bəs gəlir necə olacaq? Deyir, heç nə. 50-50 olacaq. Deyirəm, yaxşı da. Nə qədər qruplarımız var. 1-2 dənə uşaqla başlayarsınız. Deyirəm, mən 2 saatımı 100 manata görə xərcləməliyəm. Yəni 1 ay ərzində həm də. Dedim, yol lazım görsən canım. Yəni şeydir. Ümumiyyətlə, bu məsəl bizdə də belə bir mental düşüncə var ki, məsələn, uşaq riyaziyyatdan 3 alır, 4 alır. Qoyun hazırlığa. Hə, riyaziyyata qoyur. Azərbaycan da məsələn 5 plus da alır. Amma hə, ona lazım deyil. Mən məsələn onun qurbanıyam. Mən riyaziyyat. Yox. Bir uşaq Azərbaycan dili fənnini çox qəşəng oxuyursa, niyə də hazırlığa getsin? Bir də bizdə belə bir şey var. Uşaqlara indidən 5-ci, 6-cı sinifdən qoyurlar hazırlığa. Çox səhv bir şeydir. 5-ci, 6-cı sinif 9-cu sinifdən falan okey, 9-10 okey. 6-cı sinifdə mən ümumiyyətlə niyə yaşadığımı bilmirdim. Açıqda mən bilmirəm bir həyat missiyam yoxdur. Bir 6-cı sinifdə yəni heç top oynamaq istəyirəm. İndiki uşaqların hardasa ola bilər, çünki indiki uşaqlar daha tez bir vaxtdan daha tez olgunlaşır, düşünməyə başlayır. Mən məsələn hələ 9 olsun 10, 10-cu sinif və ya 11-ci sinif olanda mən nə ixtisasında
oxuyacağımı bilmirdim. Yəni turizm ixtisasında olmağımın səbəbi də artıq 11-ci sinifdə istər-istəməz hər bir tələbə abituriyent. Orada şey olmalı, abituriyent jurnalı olmalı. 6-cı buraxılış nədir belə? Abituriyent jurnalı nömrə 6. Orada ixtisaslar yazılır, hansı ixtisasın balları yazılır. İxtisas balları yazılanda bəzisinin adı random şəkildə sənə maraqlı gəlir və onu YouTube-da yazıb axtarırsan. Hidrometeorologiya. Hidrometeorologiya. Bir də bəziləri var, 3-cü qrupda yerdə qalmamaq üçün Hindistan nə bilim nə. Meşəbəylik, şərabçılıq. Meşəbəyliyi yox idi mənim vaxtımda. Var idi, bizdə var idi. Şərabçılıq da var. Meşəbəylik. Bəzi videoda Əfqanistanda güllə daşımaq. Kariyer şünaslığı. Bizim vaxtımızda 5-ci qrup yeni yaranırdı. Məsələn, 5-ci qrupda çox belə ənrəvadi ixtisaslar var idi. İndi setdə idman falan qoyublar da onda deyəsən. İdman üzrə. Musiqi zat, səhnə sənətləri və musiqi və idman, insənlə əlaqədar olan şeylər. Bir də şey var oğlanlarda. Universitetə girir çünki əsgərlikdən fırlatmaq üçün. Və magistrda ona görə oxuyurlar çoxsu. Yəni çox görürsən şey teması var deyə o 6 aya indirəcəklər müəyyən. O ləğv oldu 1 illik. 1 il. Oja oxuyan deyəsən oxuyanlar da 1 il gedəcək artıq. Çox məntiqsizdir amma. Məncə də. Niyə yəni ki, məsələn 6 ay ilə də oxuyanlarda indi. Yəni məsələn 8 ay, 10 ay. Niyə ki? Oxuyanla oxumayanla fərqi nədir? Mən 4 il özümü zırıb diplom alıram. Gəlib hər hansı bir oxumayan 12-ci sinif məzunu eyni şey edir. 11-ci sinif. Hə. 11. Yox, bax məsələn necədir? Sev teması var. Mən səndən dəyərliyəm teması. Bəli, mən savadlı bir insanam. 4 ilmi oxumuşam və mən dövlətim üçün daha önəmliyəm. Mən də qatılıram ki, əmək bazarında daha dəyərli, yəni potensiallı olur da, ən azından bu olur da, yəni bu olur. Anlayıram, əslində maraqlı fikirlərdir, amma nəzərə almaq lazımdır. Düzdür, ikisi də övladdır amma. Yəni dövlət üçün iqtisadi cəhətdən daha çox gəlir gətirə bilər savadlı şəxs. Nəzərə alsaq ki, dövlətin marağı deyil kimin uşaqsın. Yox, bir məsələ də var. Bunun olan bir şey deyil, utopiya olar, amma beynimizdə düşünək. Əgər hər evdən çıxan bir, belə deyim, gənc imtahanlar vaxtı 650 və ya daha üzəri bal toplasaydı, necə bir cəmiyyət olardı? Yəni, bütün belə deyim də, bütün gənclər daha yaxşı səviyyədə oxusa, onda bəzi işlər var ki, o işlərin vakansiyası boş olaraq qalacaqdır. Bir ölkənin tək savadlı kadrlara ehtiyacı yoxdur. Hətta ixtisaslaşmış aşağı, belə deyim də, bizim, necə deyək, çox da zəhmət tələb eləməyən bəzi ixtisaslar var ki, onları da görə bilənə ehtiyacı var. Yəni, hamı savadlı olacaq deyə bir şey yoxdur. Elədir. Lakin yəni də bir var ki, yəni fiziki gücdür də, yəni orada. Əskərlik də nədir? Fiziki gücə əsaslanır. Anladım. Məsəl üçün 650 bal yığmış o qədər gənclərimiz vardı ki, prezident təqaüdü ilə bu 44 günlük müharibədə getdilər və şəhid oldular. Allah rəhmət eləsin. Sizcə o bir əskərin orada cəbhədə nə qədər dəstəyi ola bildi ki, hansı ki bu insan gedib məsəl üçün bəlkə professor olacaqdı və ya da başqa bir məsəl üçün dövlət qurumunda daha çox fayda gətirə biləcəkdi. Sən demək istədiyin şey fiziki güc sahibinin fiziki güc sayəsində, daha doğrusu fiziki güc sahibinin fiziki güc tələb edən ixtisaslarda işləməsi və zehni daha yaxşı olan insanın da zehni fəaliyyətlərin daha çox olduğu ixtisaslarda işləməsi fikridir. Buna qatılıram. O müəyyən qədər, amma tam o deyil. Amma bu xalqın həm fiziki sahədə işləyən işçilərə, həm də zehni sahədə işləyən işçilərə ehtiyacı var. Ehtiyacı var deyirəm. Və onlar məncə bərabər deyil. Bəlkə də hardasa belə sıxlıqla baxsaq görərik ki, fiziki sahədə tələb olunan işlər daha çoxdur. Yəni mən yenə də onu deyirəm ki, məsəl üçün oxuyan bir şəxs gedib 6 ay məsəl üçün, digər məsəl üçün indi bir çox fiziki əl-bayağı vuruşmaqdan çox müxtəlif robot, yəni də dövr texnologiya dövrüdür. Onsuz da elə yəni əsər gedilərkən çalışırlar ki, məsələn də universitet bitirmiş şəxslər daha çox sənəd işləri ilə məşğul olsun. Ona çalışırlar. Düzdür, həmişə imkan olmur, çünki
bir hərbi hissədə nə qədər sənət işlər ola bilər ki, onu əsgər ayırsınlar. Çalışırlar bunu eləməyinə, amma ekstremal şərait, yəni də məsəl üçün savaşdır, yəni də əli silah tutan hamı getməlidir o heç. Amma məsəl üçün sadə məsəl üçün sülh dövrüdür. Gedir məsəl üçün zatürədən, ya məsəl üçün gedir xəstələnir, pnevmoniyadan bəli. Müqəddər elədi məsələn. Yəni pis günlə qalır. Yəni pis günə qalır, ömürlük xəstələnir və yəni yarıcan gəlir. Yəni o ümumiyyətlə, yəni adi məsəl üçün heç bir ehtiyac yoxdur. Məsəl üçün bu günləri Azərbaycanda heç bir şükür olsun Allaha ki, savaş yoxdur. Siyasi gedirik, onlar yəni. Məncə də. Düzdür, maraqlı məsləhətlərimiz oldu. Məsələn, bu videonu 2 hissəyə bölək məncə. Məncə yox. Məncə 2 hissəyə bölək. Yəni bir mövzu sevgi haqqında, bir mövzu turizm haqqında. Məncə elə olmalıdır. Verilişin adını qoyuruq art və xaos. Əvvəli art gəlir, axırı xaosla bitir. Mən bölmənin tərəfdarı deyiləm. Çox uzun olacaq video. Bax görünə qədər. Olsun. Amma o zaten elə 10 dəqiqəsi kəsiləcək. 38 55 dəqiqə. Zordur, 30 dəqiqəsi şeyə gedəcək. Amma o elə Maksimum 40 dəqiqə olacaq. Səmra eləyə hə 40 dəqiqə. Hələ edit. Tamam məsələn. Orada sensura qoyacağam, amma silməyəcəm. 4 fevral. Səni 5000 like-dan sonra sensuranı açırıq. 5000 like-dan sonra da var gəlir. Var bu arada. Qalır elə, saxlam lazım olacaq. 10 yaşından Bir almaz. saatdan çoxdur burada ya. Hə. 1 saat. 10 manat girəcək. İndi mən bunu həm TikTokdan xırda maraqlı yerlərimi kəsib paylaşacağım, kanal açıb. Həm Instagramdan özümüzü açıb. Bayağımız temalar danışıldı amma. Belə də yəni. Çox rahat deyil, elə bir biraz. Kamera sıxır. Yox, mənim üçün belə idi. Kamera sıxmır, Fərid mövzularımız sıxır özünə biraz. sıxıram əgə. Hə, acıq Sıxmıram, normal danışıram. Ona yemək istədim əfərs. Mənə gətirdim. Nerede bir sözü yoxdur. Ay gedib yox. Çıxanda götürmək pis çıxır. Mən bilmirəm. Nigar. Ya, bəs də. Başa məni sevgilimə də soxsun. O mənim ya buraya. Heç çoxdan şimdi gətirdi, bundan gətir. Gel ondan gətir. 2 dənə gətir. Bir dənə də şey Coca-Cola gətirərsən. Balaca falan. Öpürük. Fərd öpür. Dayandırayım videonu. Yox, qalsın da getsin var. Bunlar bəlkə şey qoyacaq. Yazın zaretkası qalmadı. İzləyək. Amma əslində orada çəkə bilsək çox qəşəng olardı ya. Harda? Oran bəlkə kanalda gətir. Neçə dəqiqədir? Video çəkmir. Video dayanıb. Zarafat et. Hə. Saat 12 tamam. Tərpənən yavaş-yavaş. Neçə dəqiqə? 2 dənə gətirdi. Demədim, sıxır. Okey. Kola demişdim deyəsən. Dur. Fərqi var da. Bunu içək. Sən içmirsən? Bu bizim videomuz hələ davam edir. Bu bizim şey mövzularımız olacaq. Coffee break. Hə, coffee break'də nələr elədik. Bəlkə ortasında da bu 5 dəqiqəlik coffee break'i qoyarıq. Hə, olar. Onlar. Düt şeyin arasında. Hə, burada biraz daha səmimi olar. Bunları iş aparacağım. Şu an hamısını yemeyeyim. Ama mesela yemeyeyim. Bunu iş aparacağım. Emin Mesut başlatıyor. Bu şey okuyor mu? Ross. Bir dənə ora tut, o kameraya göstər. Şey Video okuyor. oxşuyur deyənlər bir dənə like Şey eləsin. ben. Ya. Asi. Odu. Koyacağım yan yana. Yiyin. Hə, uşaqlar. Ayda yadınızda olur bu. Bu arada Pepsi bizi şey deyirlər. Bu hissəsini kəsməyə lazımdır ya da Anneye belirle. Pepsi olan hissəsinin barmağınızı belə qoyun ki, yəni O şeydir, ad günlərində o tort verirlər, yanında Fanta ye. Yadı olub sizdə heç. Yok. yox. Onda deyəsən vardı olmuş. Abi bizdə bir dəfə şey eləmişdilər. Bizdə şeydir, mənim ad günümdə zaten bir dəfə bizə şeydir, zapret qoydular. Dedilər ki, pisiyoda dayda. Tort zad gətirmək olmaz da. Bizdə o şey öz 20 nömrəli çox uşaq olurdu. 30 nəfər, 35 nəfər olurdu. 35 uşağın 35-i də zəhərləndi tortdan. Məsələn 2 dənə iri tort götürmüşdülər. Özünə. Yanında da Fanta,
ondan sonra kola nə əlaqədə, şirinin. Amma Amma məndə də olub. hə, eynən. Məndə də olub. Tortun yanında Fanta kola nə əlaqədə? Sonra zapret qoyarlar. Bizdə şeydir, mama nə? Bir növlərdir. Hə, eynən. Siz mi? Edirəm nəyə sorur gözümə. Sonra şeydir, biz kimdir yumurta olurdu, onu verirdik, paylayırdıq. Baba, Neçənci sinifdən söhbət gedir? birinci, ikinci sinif. Nə o bax? Az günü bilmirdim. Mən bu il Mən yəni mən birinci sinifimin az günü 2000 neçənci ildə? 2005-ci ildə. 1900. Bizə də anadan Onda almışdı. doğulmuşdu. Sən də 2005-in şeyiniz yanvarından Dekabrından. Dekabrından. Ha, bu arada 2005-in noyabrın 8-i mənim ad günüm idi, birinci sinif. 10 gün fərqində var. Bir ay 10 gün. Bir ay 10 gün. Dekabrın 18-i mənim. Dekabrın 18-i sənin neçə il? 6 il. 2006-2005. Beş. Oyda, mən hələ birinci sinifdə ad günümü qeyd eləyəndə Səmra hələ Formalaşırdı. identification yox idi Azərbaycanda. Proyekti qoyulmuşdu. Ondan geçmişdi biraz. Neyse, yarısını yiyeceğim böyle yetim. Yasin abla söylüyor. 15'i. Güzel. Eminem bizə baxır. Ben bunu necə editləyəcəm? Harcı düşüncelisin. İşte. Kampın olma. Telefonda. Ben bunu sana necə atacağım? Unutma. Ne yapacağım? Bəlkə dayandırıb onu fikirləşək. Geçsin de of çözərəm. Maraq nəsə çıxar. Deyim nə ilə? Telefonu aç. Kulçe. Muradın ad gündür. Hmm. Təbrik eləmişəm. Nədə para var? 1.31.8. Ne? Hamil. Mənası var. Anısı var. Aşağı indir. Ekran aşağı indir. Yox, göstərəcəm də. Burada bir yerdə olmalı. Switch. Neyse bence bunu da yiyip qutarak sonra bir Var. verişim donuram. Belə bir şey var. Smart Switch proqramı var. Hı. Məsələn, bu telefondan göndərin. Naqilsiz. O biri şəxs də Wi-Fi-yə qoşulur. Nəsə belə QR kod. Oyda Ultra HD diye sen telefonunu necə editləyəcək? Video Ultra HD'dir. 4K'dır. Mənə də bax. Yox editləmək sənə. Maraqlıdır. İndi görürsən biz videonu 4K paylaşa biləcəyik rahat. Minçəkən də yaxşıdır da. 1080 ilə paylaşar yəqin. Qısa iyi. Adam deyər. Yemişəm. Ne yiyəcəm? Neyse. Bu arada bu sizdə də belədir. Məsələn, YouTube-dan hansısa video baxanda mən o videonun keyfiyyətini 4K olmamağı ilə ölçürəm. Yox. Mantıqlı. Yəni baxıram ki, 4K edə bilirəm. Hə, okey, video qəşəngdir. Mən YouTube-dan yemək yeyəndə işlədirəm. Onda da 380 pp də olsa mənə pox idi yəni. Xoşuma gəlir. Nə deyir ki o? Videonu 144p-yə o şəkildə qoyaram ki, yolda gedirəm, hansısa mahnıya qulaq asmalıyım YouTube-dan, amma Mən şeydir, hələ də videonun önəmi yoxdur. mahnını indirənlərdənəm. Mən də. Bu qız Spotify aldı. Spotify ilə adi musiqi proqramı nə fərqi var? Spotify-nın belə deyil, nə üstünlüyü var? Spotify-da məsələn bir də girib şey eləmirsən də, 1 saat YouTube to MP3 yazmırsan. Spotify-da axtarsan, playlist əlavə edirsən, avtomatik yüklənir, offline da qulaq asa bilirsən. Amma hər mahnı tapılır mı? O baxır sənətçinin liniyasına. Yox. Gör düşün neçə aylardır, neçə illərdir. Mən onu necə tapacağım Spotify-da? Bilirəm kimdir mənə sən. Üzeyir Mehtizadənin hər mahnısı Spotify-da varmı? Var amma. Var.
Özür illərin sənətkarı mən zəhəm. Danışa dərdim. Spotify nələrə qulaq asır bana Spotify. O şey var Ender Wrap var Spotify Wrap. Mesela böyle birinci harfi 120 ihtisarda çıxır. Aynen. Samir İlgarlı. Spotify deyəsən əvvəllər pulsuz olub. Üzeyri mahnılarından sonra şirkət görüb ki, mahnını öz saytına yükləməkdən ötürü hər türlü gizli şeylərə qulaq asmalıdır. Yasımız deyib ki, biraz kısıtlayayım ki, bunlar olmaz. Şeydir. Deyir, çox cool qaqaşdı. Görürsən nəyə qulaq Danışa dərdimi. Hər şey vardı. Mən bu zəncim selimi sənə görə qoymuşam. Türklər babat qulaq asırdı ya. Qulabala düşmüşdük biz. Mən Namir Qarışıqlıya qulaq asıram. Hələ qulaq asıram. Hansı məsələn? Bir arzu tut vardı. Necə başladım onu? O gecə yum Gözlərimi, xəyalı var gəlim, gedim, darxıram, heç olmasın. Nə, bilmirəm. İbadət əhli bu. İbadət Namaz əhli nəyə? Valla mən köhnə Azərbaycan mahnılarını qulaq asıram. Bir də şeydir. Onu mən də qulaq asıram. Şövkət Ələkbərova, Bəli. Fuad Üzüyoğlu, çox xoşum. Təzələrindən hansına baxmırdım. Kəmalə Güneşli. Ayda. Break'i qıraq. Qıraq. Verilişi ola bilsin ki, hissəyə böləcəyik. Bəli. 2 saatımızın prosu tamam olmağına baxaq. Boşuna 3-cü saata keçməsin. Biz neçə gəl bura satmışıq? Məncə 40-dan. 30-35-40. 35 deyək də. Yəni 20 dəqiqənin keçməsin. Bir dənə break'i yığışdırıb ikinci hissəyə başlayaq. Hətta belə eləyək. Bunu deyəmdən başqa video. 2 olsun video. Nə sonra gəlsin? Yox, eyni videodan kəsərsən. Belə geçsin. Videonu 2 yerə keçsə, elə başlanğıcını indi verək. Ki şeydir, turizm haqqında biz fikirlərimizi və düşüncələrimizi barəsində danışacağıq və səhət falan deyə. Gör orada düşür ki, bardaq. Gey. Why are you gay? Zəfər də çağırar bir gün. Girişlə bir sənə ilgili. Mr. Pepe Julia. Why are you gay? Zəfərin o şeydir, homodur, yoxsa homo yox, şeydir, biseksualdır, yoxsa Homoseksual. direkt ancaq oğlana, qadına yox. Mənim sizin həyatıma gəlir. Universitet vaxtı müəllim izah eləyirdi ki, cinsiyyət falan izah eləyirdi. Qayıdırdı ki, bununla bu olmur. Bununla bu olmur. Rozetka ilə izah eləmişdi, Allah'ım olsun. Zəfər də həmişə belə eləyirdi. Subliminal mesaj. Şey var, şeytan ayrıntıda gizli. Qızsın. Ayda. Neyse. Mahnılardan danışır uşaqlar. Spotify. Məsələn, mən Spotify yükləməyin tərəfdarı deyiləm. Mən onsuz da istədiyim mahnını, onsuz da bəyəndiyim mahnını əsasən YouTube-dan görürəm. YouTube-dan bəyəndiyim mahnını da linki kopyalayıram. YouTube to MP3 yazıram. Yox, Snaptube. Bir var. Heç o yoxdur məndə. YouTube-da yəni belə deyim, gördüyüm hər bir mahnının linki kopyalayıb mən 10 saniyə endirə bilirəm. Mən niyə bir də Spotify-a girib o mahnını yükləyim? O şey var, həmin səhifələrdə var. 6.99-dur, nə qədərdir? Tələbə sən tələbə deyilsən də. Mən tələbə paket götürmüşəm. 2.99 $. 5 manatda maksimum. Ya Spotify məndə bəyənmirdim. Deyirdim ki, ay glamurkalar işlədir, ay nə bilim şeylər işlədir, özünü belə dartanlar, amma yox, çox zor bir proqram. Mən çox bəyənirəm indi. Və şey demək istəyirəm. O şey var, YouTube template proqramları var. Orada mən tutuzdura bilmirəm ki, hansı düymə ilə yükləyirsən. 15 dənə yüklə yazılıb, belə qoyulub bir əşya var. Reklamlar gəlir, amma reklamlar da ötürmək olur. Ondan sonra virus, salam əleyk. Yox, şeydir, bilirsən necədir? Məncə o şeylər qaqaşda olur, telefonunu qoyur, şeydir, bütün gün mahnıya qulaq asır. Hə. Onlar üçün Spotify yaxşıdır məncə. Mən onsuz da eyni mahnıya 80 dəfə bəlkə də qulaq asdığım üçün, yəni əlavə bir mahnı axtarışa girmirəm. Amma bir də belə bir şey var. Spotify-da podkastlar da olur. Məsələn, atıram. Bir dənə podkastı playlistə yığılıb da 15 bölümdür, danışır nə bilim sosial rifahdan. Mən bir də gedib YouTube-dan bir ona baxmıram da. Spotify-dan promoya qulaq asıram, qulağımı taxım. Həm interneti az aparır, görüntü yoxdur deyə YouTube-da. Həm də ki, bütün playlist hazırdır, yükləməli də deyiləm, elə qulaq asıram. Maraqlı. Mən Spotify-ı bir dəfə yükləmişdim, nəyindən narazı qaldım. Deyəsən, mahnını çevirirdim, amma bir yerdən sonra limitlidir.
Hə, Yəni. bir yerdən sonra həm limitlidir. Həm də VIP istədiyin mahnını yad çevirə bilmirdinmi, yoxsa belə bir şey? istədiyin yerə qoya bilmirsən, istədiyin Hə, dəqiqəyə asıl qoya istədiyin bilmirsən. ortasından başlamırsan, ancaq başına başlamaz. Premium olsan belə. Premium olsan eləyə bilirsən. Hə, mən premium deyildim. Bayağı yolucu bir şeydir. Düzdür, yəni. premium idim, amma mənim Spotify hesabım premium Ay deyildi. Allah, ilahi, dur. Yo, mən prosta hələ də indiyə qədər bilmirəm ki, mən 2 ay əvvəl yenə keçmişəm qeydiyyatdan Spotify tələbədən. Hələ də mənim kartımdan şarj olunmayıb. Mən bilmirəm mənim hansı kartımdan götürəcəklər pulu. Nə ləğv olunmur, nə başqa pul çıxmır. Yeni maaş kartında 2000 manat alan günü bildirir balans 99 deyil. Şeydir ya Sağ ama ol. bizim bu diqqət yayınlığından əziyyət çəkdiyimizi ADHD. ADHD yəni bildiyin məşğəl oldu da yəni burada. 3 dənə mövzudan danışdı yəni. 4 daşı. Məndə elə dansız. Hamı Bir da mövzudan bir mövzuya. hamı da dəyişdi. Deyirsən, necə yaxşı bir insansan, necə bacarıqlı insansan, çoxlu hobbilər var. Əslində ADHD. Nədir? Adı. Hıdı. Adı Hıdı. Hadı bıdı. Buna mövzu, buna var. Mövzu uşu dəyişdi. Söz deyirəm, uşaq bir sizin ağlıma gəldi. Nə ağlıma gəlmişdi, yadımdan çıxdı. Bardaq məşab. Biz də bir playlist qoyarıq. Podcastlər. Amma ya, bir də gördüm Spotify podcast kimi atdı bunu. O şey var. Happy Nation. Happy Nation. Şeydir ya amma, sən deyim o hekayədən adamlar falan var Onlar da Baxmamışam. podcast. Onlar da podcast kimi Bir şey. də YouTube yarda, sonra Spotify keçər inşallah. Allah Ya, qoysun. valla, 50 nəfər baxsınlar. Sən ADHD-in başda gedənsən. Oraya. Biz YouTube'da yəni Al, başla. partlatmaq üçün əlimizdən gələni eləyirik. Sən qayıdıb deyirsən ki, Mən 3-4 dənə şeylə, bu əvvəl 10-12 yaşından quş sektoruna girdim. Bayağı Quş sektoru. Oje sən Zəfər biraz o tərəfə gedirsən. Sən Ya, biraz iqtisadi- quşlayırsan elə. Hə. Studiyamıza zəng ver. Ay, evdə zəng edirlər. Mama problem hər şəklini niyə qoy ki? O birisi qardaşının şəklini qoymuş ki, gözləyə. Allah. Hə, sağ ol, sağ ol. Kamera var. God is watching. Sən şu neçədə başlayır bu? Birdə. Mən çatmayacağam ya. Hadi gedək. Gedərik biz. Senin Bana gedir. başlığı qoyaq verək. 2-yə ayırsan. Elə olacaq olsun. Biraz danışaq ikinci bölüm üçün şey olsun. Mənim telefonumun zaryadkası öldü. Saat yarımda. Adaptörüm var mı? Takarsan. Evə gəlirəm. Nəyinə başlayırsan? 12 ilə başlayırsa kapital olur. Səndə də olur. Olurdu. Şeydir, katda. Mama reski status qoyur. Sən ən belə ən axırıncı uşaqlıq Eynən. şəkli. Eynən. Hələ şeydir. Soruşun bir şeydir, bacı gilin ki, niyə qoyulmamışsan. Necə cırnıyıram. Mama bir də görsən status qoyur. Statusuna baxmıram da veşli mama. Random bir də görürəm mesajında yaşlı olan krujorçik içindədir. Girəm baxıram ki, mənim 10 yaşındakı şəklimi qoy. Altında şey yazır. Qozalmalı. Ay. Mən sonra mama deyirəm, mama yığışdırma. Sonra mən heç verirəm deyildi. Yazır ki, bala, mənə qəşəng bir şəkli var at da. Ayda. Elə Şey o cırnıyır. elçi çıxır falan. Ay məndə şeydir. Elxan olandan sonra bacım oldu bu arada. Şeydir, nə bütün da məsəl üçün bir araya gəldi, qucağımda tutdu, çiynimdə Ay. dayısının balası falan. Bir də görürsən status da oldu. Bacıgil də paylaşır ha bu arada. Bu məsəl üçün şeydir, elə olurdu ki, məsəl üçün də bacımın iş yoldaşlarının qızları olurdu. Mama da dirəşmişdi ki, gedin. Ki 5-10 dənəsi də şeydir də, hamısı atbal verirdi. Bacım da acıq vermək üçün yaraşıqlı qardaşımla. Ayda. Neysə biz məncə bu arada 30 manatlı biz şeyə verə bilərdik. 30 yox. Neçə manat olur? Bizdə indi o. 4 manat, 8, 8-i 3 alır. Riyaziyyatım zəifdir, 24 manat. Birinci saat 4 manat, ikinci saat 3 manat. Adama 7 manat. Hə. Professional bir şeyə verə bilərdik əslində. 1 saat. Hə. Maraqlanma. Sonra baxaq.
Baxaq. Bəlkə belə hər fərdə olmaşdı axı. Hə. Mama sənin şəklini niyə Yox, Qardaşım var. hə. Gözləyəməsin, gözləmə qoyum. Hə? Dəyişir də hər həftə Haqq keçməsin. nominasiyanın kim qalibi olursa, bir həftə onun şəkli profildə davam eləyir. Zeynədə görürəm arada qardaşımın şəkildə, yəni 2, 3, 4. Yenə yaxşıdır dəyişdirməyi yəni. Hə, mənim mamam bir dənə min var ya, görmüsünüz bəlkə. Qız Türkiyədə bıçaq deyil. Qız ayaqqabının şəklini mamasına atır, ayaqqabı həmin şəkildə profil eləyir. Anne nədən ayaqqabını profil yapsın? Amma görmüş. Eləyə bilmir deyədir. Başı çıxmır da, nəyisə qurdalayır. Mənim onun WhatsApp öyrənənə qədər, yəni 1-2 ay keçdi də. O şeydi, screenshot alandı, gözüm doluydu. Ayda, screenshot alır. O screenshotun izləri qala-qala status qoyur. Ay. O şeydi, statusdan bayram təbriki görür. Ay Allah. Bayram təbrikini esin salar. O statusda şəkildə şey görünür. Mesaja cavab yaz. O üst-üstə minir ay. Kim paylaşır baxırınız dəfə ondan. Kimdən götürüb o belə görsün. Üstdə də adı görsən. Rübabə xala. Aynen. Yəni ya bayram təbriklərində, ya məsələn ad günü təbriklərində falan hamısında olurdu. Bu nədən qaynaqlanır? Texnologiyanın inkişafı insanların inkişaf eləməmək. Bax sən deyim, indi məsəl üçün insanların istər psixoloji cəhətdən də, istərsə də texnoloji cəhət. Texnologiya çox inkişaf edib. Cəmiyyət çox tez inkişaf edib, amma insanın psixologiyası buna bu qədər şey olmuyor. Yəni məsəl üçün adicə Mələk şəkildə görmür. Məsələn, adicə insanın məsələn tək qalmaq qorxusu var. O ən qədim dövrlərdə niyə insan tək qalmaqdan qorxur? Çünki sürüdən qıraqda qalsaydı öləcəkdi soyuqdan. Məsələn, dünya yəni milyonlarca il keçib, amma yenə də müxtəlif problemlər var və yenə insan tək qalmaqdan qorxur. Məsəl üçün. Yəni qədimi bir əslində insanın ilk yaradılışından yaranan bir hissdir əslində bu. Nə maraqlı. İndi daş dövrünə görə biz insanlardan tək qalmaqdan qorxu var. Bəli. Amma əslində yəni də tək qalsaq ölməyəcəyimizi bilə-bilə, yəni də Nə o hiss. qorxa? Bir həftə tək Nə olmaq. dostdur? Məndə tərsinədir. Tək olanda daha rahat oluram. Nəinki sən yanımda tanımadığım adamlar olsun. Baxırdım, mən gecə tək qalsam qorxuram. Evdə tam tək olsam qorxuram. Çünki istərsən o beyin o pis hadisələr şey deyir. Ola bilər. Mümkündür. Olsa sən təksən də. Ailənlə qalmırsan. Sən tək canavarsan, sığışır, üstülər şey şeylər. deyil. Ümumiyyətlə belə deyim, tək əylənməkdən daha çox ləzzət alıram. Tək necə eylənəcəm? White Girl müzik qoşub, şərablar belə. Ya filmə baxırsan, məsələn də filmə 2 nəfərlik gedə bilməyənlər var. Mən adam var ki, yəni deyir ki, mən niyə tək uşaqlıqdan filmə baxım ki, mən kimdənsə gedim o filmə baxım. Amma halbuki məsələn olub da şeydə yoxlamışam. Sinemaya tək getmişəm və sinemaya kimdənsə getmişəm. Kimdənsə gedəndə onu məsələn sıxıntı falan olur. Bir müddətdən görmüşəm ki, mən filmə odaqlanmışam, amma o telefonla oynayır. O pis şeydir. Yəni o düzgün insan seçməməkdəndir. Yox, o düzgün insana qaynaqlanmır. Bəlkə də işi var. Kimin? Həmin o insan. Yox, ümumiyyətlə bilirsən, mən uşaqlıqdan da elə, məsəl üçün evdə düzdür çox uşaq idi. Yəni 3 dənə bacım var idi məndə. Evdə məsələn adicə oynamağa belə deyirdim ki, bacım gəlib mənlə oynasın. Tək özüm oynaya bilmirdim. Yəni məsəl üçün həyatda da biz tək bir şeyə girişməyə mən həmişə çəkinmişəm. Deyirəm imanla bir şey yoxdur. Nədən sonra psixoloji problem olur o tək qalmaq. Məncə şizofreniyadır. İndi həmişə yox da bəzən. Öyle Sən hansı qismindəsən? Yamamağa çalışır. Yox, məsələ nədir? Məsələn futbol oynamaq istəyirəm, onu tək necə oynayacaqsan? Bəzi şeylər var ki, istər-istəməz sənin paran olmalıdır və ya rəqibin olmalıdır, bir oponentin olmalıdır da. Doğru. Doğru. Məncə bir Amma çox vaxtda Qarabağda oynayır. Futbol dəyişir. Yəni qədər ey dəyişdi də yəni. Futbol da sağlama gəldi, zarafatsız. Nə? Bir buraxılışda sırf futboldan danışarıq. Mən futbolla qram əlaqəm yox. Mən bir Manchester City-ni bilirəm, o da zəng çəkir. İndi Qarabağı bildim şeyə görə. onu da eləyərik Ajax'ın Qarabağ oynayandan sonra. Nə vaxt oynayacaqlar? Hələ ikinci dəfə çıxırlar qarşı-qarşıya. Qarabağla Ajax'ın oyunu yoxdur. Yoxsa Qarabağla Newcastle var. Ajax'la çıxdılar, sağ olsunlar bizi. Yəni 2-4 uduzdu, neçə uduzdu. Məncə şeydir, hər hissənin başlığını biz şey deyək,
Mesela giriş hissəsini videonun sonradan çəkmiş olsaq belə. Məncə gəbdən ikinci hissənin girişini verək. İkinci hissədə nələrdən danışacağıq olar deyə, yoxsa nə? Ağlıma bir səndə gəldi ki, bunu bardaq yazıb qoyuğa. Hayda. Yox, ikinci hissəni belə salamlama kimi bir şey verəcəm. Sanki Yox, məsələn, ikinci hissədə turizm haqqında danışdıq. Yox, ikinci bölümdə sırf Spotify-dan danışaq. Bir də nədən danışaq? gərək indi filmlərdən danışardıq. Bu insanları tanıyırsınız, hansıdır? Hamısını tanıyıram, prosta adları yadımdan çıxır. Bu. Nəsibə Zeynalov. Hə, Nəsibə xanım. Ən birinci. Hamısını tanıyıram. Ən birinci Bəşir Səfərovlu, Afaq Bəşir qızı var, onun atası. Arif Quliyev. Abi şimdi Siyavuş Novruzov. Bunu bilmirəm, amma çox belə qəşəng rollar aparır. Sonra İsmail Yemeği yiyəndə mən. Qardaş, bir də salamlama verək, sonra qutaraq. Böyük ehtimalla bununla Spotify-la şeyi birləşdirərəm. Ya ailə məişət söhbətini, mən yox, ailə məişətin sevgili bir yerdə qalsın. Spotify-la axırıncı danışıq, turizmi birləşdirək. Bəli. Spotify-la turizmi. Gəl buna ayrı video kimi girişi sevdik. Gəl mən girişi verək. Gəl bunu bölək. Paltarımız dəyişsiyək, birdən-birə. Gəl köynəklə çıx. Neysə. Qardaş, salamlama verək bir dənə. Gözlə bir dəqiqə. Öyle etkende düşmüşüm. Tamam. Yiyip ben bunu. Aferin ben. Ne diyorsun? Onu görsən. Mən Deməli. Bunu da belə qoyaq. Bir sinək gəlimi var. Əlinə gəldi. Hə. Siz başlayın uşaq. Yaşa. Hər kəsə salam. Elə yox. Elə yox. Ne? Kimə? Yaxşı, normal başlayır. 3, 2, 1. Salam. Herkese salam. Salam nədir? Təkcə herkese salam. 33 yaşımda. Real video çəkirik. Üçümüz bir yerdə hər kəsə salam deyirik. Yaxşı uşaqlar, 3 yana. 1, 2, 3. Salam. Hər kəsə Kuş da danışmağa vaxt tapdı. 3, 2, 1. Hər Herkese kəsə salam. salam. Bu bizim verilişimizin ikinci buraxılışıdır. Eyni gün ərzində 2 video çəkmişik və Bilirik ki, bir də bir-birimizi tapmayacağıq. neysə başdan heç ki eyni gündə çəkdiyimiz deməyək. 3, 2, 1. Herkese salam. Barda verilişinin, daha doğrusu podkastının ikinci buraxılışına xoş gəlmisiniz. Sizi yenidən eyni kast, eyni crew salamlayır. Fərid bəy, mən Səmra və Cəfər bəy. Cəfər Sadiq. Bəli. Azərbaycanda yeganə Cəfər a.k.a. Sadiq. Ya, Azərbaycanda nadir insanlardan biri. Mesai. Cəfər Sadiq a.k.a. suda batmayan oğlan. Suda batmaz o dayanlar. Zəncir bir falan Game of Thrones'a görə. Ay Allah. Veriliş son çatdı. Eminim. Sağ olun uşaq. Baxdığınız üçün təşəkkür edirik, sağ olun. Qarşı, bugünkü verilişdə ümumiyyətlə danışacağımız mövzular birazdan gələcəksiniz. Onsuz da böyük ehtimalla description, izahat bölməsində də kiçik bir dənə interview olaraq yazacağıq onu. Preview daha doğrusu. Ümumən xoşunuza gələr. Heç nə. Keçək bölümlərə. Bəli. Hamımız eyni vaxt. Nə edirik? Ha. Oldu. Gələ verişlərdə. Hamınıza. Hadi sigaret sen. Sağ olun da deyək də. Öyle dedi də. Hadi, sağ ol. Gel buraya. Yo, sağlaşmaya boş ver. Sağlaşma veriş birdən verəcəksiniz. Qoy zamanı qədər olmasın. Heç kim o sağ ol hissəsinə baxmır ki, heç Hadi. aktar. Yemək yeyəndə, yemək qutaranda.